Mən qız tapmışam özümə. Hardan? Restorandan. Oo. Ya da bir dakika. Hansı restorandan? Restorandan yoksa bardan? Tapıb Hani bu da, karanlıkta işləyirsən. ışık zat düşürür. Kız bir ışıkta görmüşsən onun üz gözünü. Bəli, bəli. Normalde her şey. Normal. Yani çok hoşun gəlir. Çünkü Bəli. gece görürsən, səhər görəndə yani təəccüblənməyəsən ki, a. Bu bara niye gedirsən? Bar bahaçılıq deyil. Xeyr, ucuzdur. Neçədir ki, bara getmək nə qədər edir? Bara getməyi 5 manat pivədir. Aha. 30 manatdakı da. İndi qızda mənə zəng elədi ki. Hə. Ona da gəlib çıxıb efirdə demirsən ki, mənə istəyirsən. Dedim, sən demirsən, mən də çıxdım da efirə. Hə. Dedim, mənim oğlum var, əsgərlikdə deyil. A. 34 yaşım var, 2 dənə də uşağım var. Deyir, mənə işdən çıxartdı, gözünə aid. Kız işten çıxardı bu. Bəli, bəli. Bəs demirdin ki, kızın 18 yaşı var. Qız mənə elə deyib, indi deyir 34 yaşım var. Sən qadına baxanda bunun yaşını təyin edə bilmirsən. 18 yaşara, 34 yaşara. Sən bir baxanda bilmirsən ki, bu qadının neçə yaşı var. Bilmədim, nə bilsin. Mən elə bildim cavandır. Burada nələrsə var. Demək onlar qorxusundan onu oradan çıxardıblar. Demək ki, o deyilənlər düzdür ki, orada yiyəsiz qızları istismar edirlər, saxlayırlar. Ondan sonra şantajla, ondan sonra nə bilim, hansısa vasitələrlə o qızları orada saxladılar, işlədirlər. Demək ki, deyilənlər düzdür. Yoxsa qızı niyə qovsunlar ki, oradan işdən? Bəli, bəli. Hə, barın müdürü özü sənə zəng edir. Barın müdürü mənə zəng gəldi ki, İndi nömrəsini ver, bizimkilər zəng eləsin, görünəməz. Ты меня боишься? Ты меня боишься? Я мальчик. Сам не я мальчик. Хуля листовки я мальчик. Ki senin kişi baş. Ali. Ay Pirkünlü sana kurban olup. Mənə də icazə ver bu köpək oğlunun üzerine bir parça tükürüm. Ay bir gayret. Ay bir namus.